Her tramvayın özünə uyğun dizaynı mı vardır, nə deyil. Yəni eyni deyil, bir-birindən fərqlidir. Hər küçədə də tramvay xətti var. Bunun dəyəri Azərbaycan manatı ilə eynidir. Avro qarşısında. Eyni vaxtda burada meçid var, Osmanlı dövründən qalan. Eyni vaxtda kilsə də var. Az öncə həm kilsə zəngi çalınırdı, həm azan verilirdi. Yaşlıdır. Qarşımızda olan bina nazirlikləridir. Arxasında olan da parlamentləri. Tramvay elə biraz müasirdir. Arkada da olan Balkanın ən böyük kilsəsidir. Arkada da olan. Burada zdanyaların üstlərinə küçə sənəti deyək də, street art çəkilməsi çox normal, yəni tez-tez rastlaşa bilərsən. Bulqaristan ən çox xoşuma gələn xüsusiyyəti odur ki, digər Qərbi Avropa ölkələrindən yeməklər çox dadlıdır. Bizim yeməklər yaxındır, çeşidlərdə. Həm türk yeməklərinə yaxın yeməklər tapmaq olur. Çünki uzun müddət Osmanlının tərkibində qaldığına görə, yəni məsələn, bizim dilə kotletə onlar köftə deyirlər və bəzi türk sözlərini eşitmək olur. Burada bir dənə də binaları var. İnsanlar çox mehribandır. Yəni Qərbi Avropa ölkələri insanlar kimi soyuqqanlı deyil. Mənfi xüsusiyyətlər də çox tənbəldilər. Yəni heç, bu arada simvollarıdır Bulqaristanın. Heç işləməklə aralar yoxdur. Yəni yol boyu yamyaşıl yerlər yoxdur. Nə əkilir, nə biçilir. Ancaq belə maaş olsun, yəni əkməklə, nəsə istehsal etməklə heç araları yoxdur.